Salam değerli izleyicilerim, her vaxtınız xeyir olsun. Bugün sizinle dadlı, lezzetli, yeni ile her birinizin rahatlıkla hazırlayabileceği salatlardan birisini hazırlayıram. İlk önce kartofu qaynadıb, süt gezin iri gözündən keçirdikdən sonra salatı yığacağım qaba əlavə edirəm. Üzerine zövqə görə duz, qara istiot və mayonez əlavə edirik. Salatda istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Mayonezi hər tərəfə çatacaq şəkildə yaydıqdan sonra üzərinə süt gezin iri gözündən keçirdiyim yumurtanı əlavə edirəm. Duz, qara istiot və mayonez əlavə edirik. Yumurtanın üzərinə mayonez əlavə etdikdən sonra yaymağa ehtiyac yoxdur. Duzlu suda qaynatdığım toyuğun sinətini çəngə ilə dikdikdən sonra salatda istifadə edirik. Qaynadarkən duzdan istifadə etdiyimizi nəzərə alaraq üzərinə qara istiot və mayonez əlavə edirik. Yumurtada olduğu kimi toyuq ətinin üzərinə mayonez əlavə etdikdən sonra hamarlamağa ehtiyac yoxdur. Turşu xiyarı doğradıqdan sonra salfet üzərində saxlayırıq. Tam suyunu çəkdikdən sonra salatda istifadə edirik. Onu da hər tərəfə çatacaq şəkildə yaydıqdan sonra üzərinə mayonez əlavə edirəm. Üzərindən qarğıdalını əlavə edirik. Kök əlavə edirik. Kökü də süt gezin iri gözündən keçirərək salatda istifadə etdim. Duz, qara istiot və mayonez əlavə edirik. Salatın üzərini və kənarlarını mayonezlə hamarladıqdan sonra sonda üzərinə pendir, kənarlarını isə şüyüd əlavə edirik. Şüyüdü yuyub tam quruladıqdan sonra xırda-xırda doğrayıb salatda istifadə etmək lazımdır. Holland pendirini isə süt gezin xırda gözündən keçirərək salatın üzərinə əlavə edirəm. Şüyüd və pendir əlavə etdikdən sonra salat artıq hazırdır. Sadə də süfrəyə vermək olar. Biz salatı yeni ilə hazırladığımızı nəzərə alaraq üzərində salatın tərkibində olan ərzaqlardan istifadə edərək salatı tamamlayırıq. Şirniyyatlar üçün nəzərdə tutulan belə bir yolka formasında olan qəlibdən istifadə edirəm. Üzərinə şüyüd əlavə edib yolka forması veririk. Sizlər dilədiyiniz kimi salatın üzərini bəzəyə bilərsiniz. Dadlı, ləzzətli, süfrələrə rəng qatan salatımız artıq hazırdır. Salat hazır olduqdan sonra soyuducuda bir neçə saat saxlayıb süfrəyə verə bilərsiniz. İnanılmaz dadlı, ləzzətli, gözəl bir salatdır. Bugünlük bu qədər. Kanala abunə olub, videonu bəyənib dostlarınızla bölüşməyi unutmayın. Hələlik.